Salam, bu videoda Xpargo'ya olan şikayətimi bildirəcəm. Deməli, bir ay əvvəl mənim bağlamam İspaniyadakı Xpargo'nun İspaniya deposuna çatdı. Amma 2 gün keçməyinə baxmayaraq onlar sistemdə bildirmədilər və mən də Xpargo'ya bildirdim. Onlar da mənə bildirdilər ki, bəs depo ilə əlaqə saxlanılıb sizə bildiriləcək. Mənə heç bir geri dönüş olmadı 2 gün, 3 gün. Mən də yenidən özlərinə yazmalı oldum və mənə yenə də normal geri dönüş eləmədilər. Ya çox gec baxırlar, ya ümumiyyətlə baxmırlar mesajlarıma. Yəni burada elə görmək olur ki, bu necə səviyyəsiz bir kargodur. Sonra biz bunlara zəng eləməli olduq. Çünki artıq mesajlara baxmırdılar. Zəng elədik. Zəngdə dedilər ki, bəs, yəni qaynar xəttinə, siz Insta səhifəmizə yazın, orada sizə geri dönüş eləyəcəklər. Yenə də yazdıq. 2-3 gündən sonra geri dönüşlər eləyirdilər. Və bir cavab yoxdur ortalıqda. Eyni, tutuquşu kimi eyni cümləni deyirlər. Sizə geri dönüş ediləcək. Depo ilə əlaqə saxlanılacaq. Yəni 2026-dır. Yəni siz göyərçinləmi depolarınızla əlaqə saxlayırsınız? Yəni bu necə bir kargodur ki, öz deposu ilə əlaqə saxlaya bilmir. Yəni bir mənfi belə olsun geri dönüş eləyə bilmir. Yəni burada bir neçə nüans ola bilər. Ya müştəri gözündə baxmır. Onsa deyir ki, onsa mənim bağlama itib, mən bir ay keçsin üstündən başımdan eləyə bilərəm. Bu belə. Bu bir məsuliyyətsizlik göstəricisidir. Məsuliyyətsizlik. Pulunuz batıb. Deyək ki, 140 manatım batmayıb, 500 manatım batıb. İnanın mənə eyni şey sizin də başınıza gələ bilər. Yəni siz bir kargoya güvənib bir saytdan sifariş verirsiniz və bağlama ortalıqda yoxdur, sizinlə danışmırlar və artıq vaxt da keçib. Mən heç veb sayta da belə artıq geri dönüş edə bilərəm. Çünki 14 gündə keçib üstündən. Mən onlara yaza bilmərəm ki, mənim bağlamam hanı və s. Çünki Xpargo mənə demişdi ki, bildiriləcək. Heç bir geri dönüş yoxdur ortalıqda. İndi yazıram, mənə 5 ya da 4 ya da 5 gündür ki, cavab yazmırlar, cavab bildirmirlər. Halbuki neçə dəfə bildirməyə baxmıram. Bir dəfə ağzımı açdım, yaxşıca nələrsə dedim. Yenə də veclərinə deyil, həm də heç deyil. İqtaya şikayət eləyəcəm. Bir neçə sosial şəbəkədə də paylaşacağam. 140 manat heç də az bir məbləğ deyil. Məndən 140 manat, cəmaatdan 200 manat, o birisindən 50 manat belə-belə qəşəng yeməyə çalışırlar. Və yaxud da itiriblər, boyunlarına götürmək istəmirlər, məsuliyyətdən yan qaçırlar. Bu belə. Dediyim kimi, bugün mənim başıma gəlir, gələn həftə sizin başınıza gələcək. Hal-hazırda onsuz da çoxlu kargo şirkətləri var. Əlbəttə ki, başqasını seçə bilərik, amma sizə də deyim ki, Xpargo heç güvənilir deyil. Çox məsuliyyətsiz və səviyyəsiz kargodur.